Bu günlərin mən demək, şagirdlərimizin çətinlik çəkdiyi topludan 41-ci sualı izah etmək istəyirəm. Bu gənclər də buradadır. Gəlin bura görüm, igidlər. Bu Əzrək mənim tələbə yoldaşımın oldu, rəhmətli Yılxanın. Allah rəhmət eləsin. Yaxşı oxuyur maşallah. Sən harasan? Qərbi Azərbaycan. Hansı kənddən? Mehri rayonu Nüvədikan. Nüvədi ki, belə də ofisial nə deyirsən ki, Mehri. Yəni Nüvədiliyəm mən də. Bəli. Mehri rayonu deməklə Nüvədiliyəm deyən kim bilir. Demək uşaqlar, Nüvədi elə bir kənddir ki, orada bəlkə də 50-dən çox elm adam var. Bir qayalıq yerdə, elə meşəli yolda yerdə, dağların arasında bir kənd idi. Öyle də narı ilə və bir də şaftalısı ilə tanınmış bir kənddir. Bu da Xanlıq kəndi də bu. Qubadlı Xanlıq kəndi. Mən Əzrək olmayanda onlarda olmuşam. Allah rəhmət eylesin. Sən arasın hə igid. Sən yeri yok, şərqi Qərbi Azərbaycan. şərqi Zəngəzur'a qoşacaq o kimdir, aydın. Lezzət mənlə mi kimdir? Salam deyəsən məndən. Sən arasın. Cəbrə yanıma görüm. Laçındır, sən Laçının hansı kəndinsən? Dörd yanım mən deyir Laçınıdır. Sən indiyəcən gizlətib sən elə mi buna? Allah kim? Deyim ki, nə varsa kətdə belə ot biçmisiniz. Yox. Mən də yox. İndi görün, Ermiş müəllim sizə nə deyir? Gəl burada durun, qarşımda qəşəng. Uşaqlar, demək, mən Zəngilan Sobu kənddə bilirsiniz. Yəni, mənim uşaqlarım hamısı bizdə Sobuluyam. Bizim kətdə hamı eşmə boğ saxlayırdı, kişilər. Aydındır. İndi harada eşmə boğulu adam gördün, bir ki Sobuludur. Aydındır. Demək, dağların qoyunda bir gözəl bir kənddəydi. Amma indi sizin hər şeyiniz vardı oxumağa. Amma niyə oxumursunuz bilmirəm. Biləsiniz ki, irəlidə bir 5-3 ildən sonra demək olar ki, savadsız insan iş tapa bilməyəcək. Çünki hər şey avtomatlaşır. Aydındır, oxumaq lazım, yaxşı oxumaq orada. İndi biz dağların qoynunda mənim elə bir 9 qardaşım vardı, bir bacım. Səhər rəhmətli atam işə gedəndə, atam da 8 kilometr yolu piyada hər gün gedib gəlirdi bizim üçün. Aydındır, yəni o kətdə bizi oxutdu. Üstümüzdə oldu oxutdu. Mən də çox dəcəl idim. Amma səhər işə gedəndə belə deyək, nariyat verdi. Hamının sərəncam deyək də, sərəncam verirdi ki, sən bu işi görəsən, tutaq ki, birinə deyirdi, sən lobiyanı sulayassan, o birisinə deyir, zamanla əlaqədə, məsələn, tutaq ki, bir tikinti var, sən bu işi görəsən, bir başqası o birisi gedirdi, biz də o işi görməliydik. Aydın, amma bir şey də vardı, quzuya gedirdik, quzu oturmağa, yəni quzu çəpiş oturmağa. O bir dövrlə əlaqədir. Məsələn, müəyyən bir yaşda gedirdik quzu oturmağa. Məsələn, ta ki 5-ci sinifə, 7-ci, 8-ci sinifə qədər ailənin uşaqları o yaşda o quzu otardılar. Məsələn, elə ailə vardı, məsələn, mən atam buxaltır işliydi, onun kolxozda bir dənə kəndimizdən şofer vardı, Rəfi, indi durur, oğlu da durur. Onun oğlu kiçik deyən atam bizə tapşırmışdı ki, onun quzularını siz otarın. Biz otarırdıq onun quzularını. Bir 3 ildə mən otarmışam. O uşaq böyünəcək ki, qızlar getməsin quzu otarmağa. Belə, bu iş ayrı idi. Bir də elə ki, quzuya gedəndə, o çox maraqlı idi. Quzuya gedəndə, quzu otarmağa gedəndə biz orada kitab oxuyur. Mən bədii ədəbiyyat orada çox oxumuşam. Dərslərim mən o qədər baş var idi ki, müəllim dərsdə danışır, gedib danışırdı dərsdə. Yaxşı da müəllimlərimiz var idi. Mənim riyaziyyat müəllimim Allah rəhmət etsin, xan Mətmənim, o da rəhmətə gedir. Yəni, dərsdə danışırdı, bəs edirdi. Aydındır. İndi bir də var idi, ot biçini. Ot biçini, otu bilirsiniz də nə ilə biçirlər? Adı nədir onun? Ay maşallah olsun. Demək ki, oxuyursunuz. Milli alətlərimizi tanıyırsınız, aydındır. Əmək alətləridir. Demək, bizdə ona kələnti deyirlər. Bilməm niyə kələnti deyildi. Gedirdik otu biçir. Ot biçini bir 10 gün, 12 gün çəkirdi. Ot biçində məsələn bizim dağlarda müəyyən yerlərdə biçənəklərimiz vardı. Otu biçirdik, belə də vəl kimi yığırdıq belə, otu belə biçdik, yığılır bir yerə, bir vəl kimi dururdu. İndi onu büküb qoymaqlarını tövlərin üstündə saxlayırdıq, bağlı yerdə. Qışda verdik heyvana. Əgər otu bükəndə o nəmliyi çoxdursa, o aydın ki, orada qızışma verirdi, sonra ot kiflənirdi. Sonra bakteriya zat da çoxardı. Bu heyvana ziyandır. Ən əsas da yəni kiflənirdi, lazımsız olurdu. Az eləsən isə, az
faiz. Mesela burada 10 faiz bu doğru değil. Bu kitaplarda gerek düz olur. Ben bilen 13, 16, 17 bak bu aralıkta olmalı. Yadımda kalan. Aydındır. Bu otu mesela yonca esasen yoncadır. Bu aralıkta kurudulmalıdır ki hem zülalı çok kalsın, itmesin. O az kurudanda da çok kurudanda da o kadar da itmir. Ama o yoncanın yarpaqları zaten tökülür. Koyun yiyebilmir. Ona göre demek harca 15 faiz yazsaydı daha doğru olardı. Yani uşaq da bilməli ki, otun quruluğu nədir, nəysə. Ola bilər başqa otları nəzərdə tuturlar. İndi biz əlimizi ora vuran kimi bilirdik ki, bax uşaq idim mən. 6-da, mən 7-də gəldim fiskaliyyət təmayülinə. O vaxtlara qədər mən ot biçmişəm. Ota bir gedib əlimizi vururduq. Vuran kimi deyim, bu bükülməlidir. Və büküb gətirirdik. İndi bax, onunla əlaqəli bir məsələdir. Mən desəm ki, bir danışım bunun haqqında da biləsiniz. Aydındır. Siz də çalışkan olmalı. Elə deyil ki. Sən Recep müəllimən kimdir? Əfşan. Əfşana Məhəmmədə məndən salam deyərsiniz. Demək, burada belədir də, kim gəldi, girir burada. Elbrus mən buradadırsa, hamı girməlidir, öyle değil mi? Səni də bəyəndirəm oldu. Maşallah olsun. Demək, burada məsələdə oxuyuruq. İndi siz yaxşı oxuyanlar bildikdə. Bu məsələni dəyərli izləyicilərimiz üçün oxuyursunuz. Nəmliyi 80% olan 18 ton. Bax, burada saxlayıram bunu mən. Yəni, bu bir məlumatdır. Demək, nəmli 80% olan 18 ton bizim otumuz var. Belə götürək, burada belə bir hissədə. Demək, bizim 18 ton nəyimiz var? Otumuz var. Təzə biçilmiş ot. Nəmli 80% isə, demək, bu demək ki, bu otun 80% nədir? Su. Təsəvvür edin ki, elə bir 100 ton otdan 80 ton su çıxarmışam. Başa düşürsünüz? Demək, 80% sudsa, neçə faizi quru ot qalar? Tam qurutsa bunu. 20% qalar. Aydındır. İndi biz bunun 80%'ni ama tapa bilərik. Amma 18%. 20'ni 18'e vururuq. Bölürük 100'e. 20 bırak 18 bölürük 100'e. Görək nə qədər burada qurumuş ot olar. O da bu getdi. Neçədir? 3 tamında. Ay maşallah olsun. Demək burada bu tam qurutsa 3,6 ton nə olar? Quru ot. 80% demek 18 tonun 3 tonun da altında tutsa 14,4 tonda ne olar burada? Su olar. Aydın oldu. Bunu biz o dəqiqə aydınlaşdıra bilərik. İndi bunun gələcək bundan sonra uşaqlar, yəni çətinlik çəkənlər üçün. Yeni otdan nəmliyi 10% olan neçə ton quru ot alınar? Orada kitabda bu məsələni də şərti biraz qarma-qarışıq verib, uşaqlar da ona görə daha çox çətinlik çəkir. İndi biz təsəvvür edək ki, bu otu qurutmuşuq. Belə yox, tam yox. Elə qurutmuşuq ki, belə deyək, belə çəkək. Qurutmuşuq. Burada bizə lazım olan 10%'li demək nə var? Qurumuş ot var. Bax, buraya da 10%. Aydındır. Demək, bu 10%'i nədir bunun? Su. 10%'i sudur demək. Deyir ki, nəmliyi 10% olan nə lazımdır bizə? Qurumuş ot lazımdır, elə mi? Nə qədər olar? Bəs deyin görüm, bu quru hissəsi nə qədər olur? 90. Ay maşallah olsun inşallah. 90%. Və biz də bil ki, bunu tam qurusaydıq, neçə ton olardı qurumuş ot? Demək, burada nə qədər olmalıdır? 3,6 ton nə olmalıdır? Qurumuş ot və nə qədərsə də su bilmirik. Amma biz bilirik ki, bu ümumi, tutaq ki, bu x tondur, bilmirik. Bu ümumi, bu qurumuş otun 90 değil 10% demir sudur. 10% o demek sudur. Demek 90% nədir? O tam qurumuş hissəsidir onun. Yadırıq. X-ə nə? 100%. Aydındır. 3,6'ya da ne yazadıyıq? 90%. Demek buradan alırıq ki x bərabərdir. 3,6 bırak. Ne? 100 bölək neçə? 90. Bu 10'dan 10 ixtisar getdi. 36 bölək 9 edir neçə? 4 ton. Demək ki, bizim qış azuqəmiz heyvanlar üçün neçədir? 4 ton olacaq. Bəyəndiniz? Maşallah olsun.